Hər vaxtınız xeyir olsun. Səs TV-nin dəyərli tamaşaçıları, hazırda sizləri Bakı sahilindən salamlayırıq. Bildiyiniz kimi iyunun 15-dən artıq dəniz mövsümünə start verilir. Bununla əlaqədar olaraq dəniz suyunun istiliyi və sakinlərin fikirlərini öyrənmək üçün Şuxov çimərliyinə gəlmişik. Dəniz sahilinin təmizliyi, eyni zamanda günəşin istisi və sahilin sakitliyi sizin bütün ildə çəkdiyiniz əziyyətlərin yayda bəhrəsini görməyiniz kimi qiymətləndirəcək. Bəs gəlin görək, sahil qırağında olan sakinlər və bu məkanda olan rəhbərlik bu barədə nə düşünür? Dəniz mövsümü yalnız qaralmaq yox, həm də özümüzlə yenidən bağ qurmaq, stressdən uzaqlaşmaq və həyatın sadə gözəlliklərini hiss etmək üçün bir fürsətdir. Yəni dəniz yay fəslinin əsas faktorlarından biridir. Lakin şəhər sakinlərinin dənizə gedərkən üstünlük verdiyi əsas prediment dəniz suyunun və qumunun təmiz olmasıdır. Bəs gəlin görək bizim getdiyimiz çimərlikdə vəziyyət necə idi? Məsələ ilə bağlı Eldorado Çimərlik Mərkəzinin rəhbəri bizə bu ilin əsas yeniliklərindən bəhs etdi. Bəli, ayın 15-dən demək olar ki, çimərliyə açılış başlayıb. Amma yox, gəliş o deyil, hələ biraz çox zəifdir. Bu da yəqin ki, havalardan bağlıdır. Havalar göstərək, bir gün yaxşı olur, 3 gün küləyə yağış olur. Ona görə hələ bizi qane etmir. Bəli, bizdə düzdür, hər il təmiz olub. Bu il artıq, ondan da artıq təmizləyirik. Göz qabağında da təmizliyimiz, dəniz qırağı olsun, bisetkalarımız olsun. Hər gün demək olar ki, gündə 4 dəfə, 5 dəfə biz təmizlik işi gördürürük burada. Yox, xeyr, elə bir hallara şükür rast gəlməmişik, amma bəli, varımızdır. Badalımız var burada, bəli. Amma şükür elə bir şeyə rast gəlməmişik. Üstümüz ondan ibaratdır ki, yəni yola yaxındır, şəhərə yaxındır, təmizliyimiz yaxşıdır, bisetkalarımız rahatdır, restoran 24 saat fəaliyyət göstərir. Yəni bu şeylərdən üstünlüyümüz var. Daha sonra şəhər sakinləri də yeni mövsümdə dənizin təmizliyi ilə bağlı öz fikirlərini məhz Səs TV ilə bölüşdülər. Uzun illərdir bura gəlirik, Eldorado çox təmizdir, hər şey yüksək səviyyədədir. Ümumiyyətcə, şəhərə yaxın olduğu üçün bura daha bizə uyğundur. Həm də buranın təmizliyi, buranın işçilərinin yaxşı münasibət göstərməyi bizim üçün çox gözəldir, çox uyğundur. Onun üçün biz Eldoradonu seçmişik, bura gəlirik, bura gedirik, hər şey də qaydasındadır. Dünəndən dəniz mövsümünü açıq elan eləmişik biz də, ailəmizlə istirahətə gəlmişik. Demək olar ki, Şuxovda ən gözəl qumu, dənizi təmiz olan yer bura sayılır. Hər şey qaydasındadır, hər şey əladır, super. Hər şey qiymətə uyğundur. Yaz-yay giriş eləyəndən sonra biz bura gəldik və dalğaların səsi falan, ətraf mühit çox xoşdur biz üçün. Günəş də bir yandan istilik vurur, dənizə giririk, sərinləyirik. Yəni bu biz üçün çox əla bir şeydir. Tələbələr üçün falan hamı gəlir, dincəlir, istirahət eləyir. Biz də gəlmişik, özümüz üçün cipsi falan almışıq, yəni istirahətimizi eləyirik. Sağ olsunlar. Dəniz sezonu açılandan, yəni son 2-3 gündür xidmətimizdədirlər, qəşəng xidmətləri var. Banuçe Hüseynli, Müqabil Bəbirxanov, Səs TV xəbər.